Deməli, birinci test tapşırığına nəzər yetiririk. Bizə deyir ki, uyğunluğu müəyyən edin. Yoldaşlar, burada ən vacib məsələ nədən ibarətdir? Birinci test tapşırığında biz baxacaq nəyə? Vizual təhlil və kartometrik təhlil. Bu xəritədə bildiyimiz kimi nə metodlarıdır? Əlbəttə ki, təhlil metodları. Bir də qrafik təhlil var idi. Xəritə üzərində ərazinin relyefi haqqında məlumat əldə etmək hesab olunur vizual təhlil. Xəritə üzərində ərazi obyektinin sahəsini hesablamaq kartometrik təhlil. Xəritə üzərində əhalinin məskunlaşmasını təhlil etmək, əlbəttə ki, o da vizual təhlildir. Xəritə üzərində bitkilərin yayılmasını, areallarını müəyyən etmək, o da vizual təhlildir. Və azimut istiqamətlərin təyini, o da kartometrik təhlildir. Doğru cavab 1-ə ACD, 2-yə BY. Variant yoldaşlar Y bəndi hesab olundu test tapşırığında. İkinci suala baxırıq. Sualda deyir ki, eyni ölçüdə olan kağızda tərtib olunmuş xəritələrin generalizasiyasının azalma sırasına görə ardıcıllığını müəyyən edin. Generalizasiya bilirsiniz 3 şeydən asılıdır. Məqsəd, miqyas və məzmundan. Bizə burada lazım olan miqyasdır. Miqyas kiçildikcə generalizasiya artır. Deməli, bizdə sualda generalizasiyanın azalma ardıcıllığı deyəndə miqyas kiçik olandan böyük olana doğru nə etmək lazım? Düzmək lazım. Bu da o deməkdir ki, ərazi böyük olandan nəyə doğru? Kiçik olana doğru. Ərazi böyük olan olacaq dünyanın fiziki xəritəsi. Ondan sonra gələcək Afrika xəritəsinin bitki örtüyünün xəritəsi 2. Ondan sonra Xəzər dənizi olacaq 3. Onun ardınca Azərbaycan nəqliyyat xəritəsi. Ümumi Azərbaycan olduğu üçün 5. Ən axırda da Şirvan şəhərinin xəritəsi 4. 1, 2, 3, 5, 4. Variant nə variantı? B variantı. Üçüncü test tapşırığı sadə bir sualdır. Miqyas 1/5000 olan xəritədə ekvator üzərində, deməli məntəqələrin ikisi də ekvator xətti üzərindədir. Ekvatorda sizlər bilirsiniz ki, 1 dərəcəlik ölçünün uzunluğu nə qədərdir? 111. Bu real məsafədir. Məntəqənin biri 1 dərəcə qərb uzunluğundadır, digəri isə 2 dərəcə nə uzunluğundadır? Şərq uzunluğunda. Deməli, biz bu məntəqələr arası məsafəni tapa bilərik də əvvəlcə, real məsafəni. Biri qərb, biri şərqdir. Topladıq neçə dərəcədir? 3 dərəcə vurduğu 111-ə nə qədər elədi yoldaşlar? 330. Əsl məsafəmiz budur. Amma miqyasa görə baxanda 5-0 sildiyi nə qaldı yoldaşlar? 50. 50-ni vurduq xəritədəki məsafəyə, yəni neçə? 8-ə. Neçə elədi? 400. 400 sənin baş miqyasına görə, 330 isə real məsafəndir. Arada təhrifi hesablayın deyir. 400 çıxılsın yoldaşlar neçə? 333. Cavab elədi 67 dərəcə. Cavab nə variantı? Kilometr, yəni C variantı. Növbəti test tapşırığına nəzər yetirdik. Sual belədir. Sualda bizə deyir ki, 4-cü test tapşırığı. A məntəqəsində eyni sürətlə 90 dərəcə azimutla, 90 dərəcə azimut hara deməkdir? Şərqə doğru. Hərəkətə başlayan təyyarələrdən hansı B məntəqəsinə daha tez çatar? B məntəqəsinə tez çatma söhbətini belə bir yadda saxlayın ki, əgər A məntəqəsində sürət eynidirsə, uçan təyyarənin hamısında, məsafəsi az olan daha çox, daha tez həmin o məsafəni tamamlamış olacaq. Bu da bizə lazımdır 1 dərəcəlik göstərir. Ekvatorda neçə kilometrdir yuvarlaq? 111. 20-ci paraleldə bu rəqəm nə qədər idi? Kim deyər? 104,6, bəli. Sonra 30-cu paraleldə bu 96,5, 40-cı paraleldə bu nə qədər? 85,4 və sonuncu 50-ci paraleldə bu 71,7. Deməli, ən qısa məsafə qət eləyəcək hansı? 5-ci. Doğru cavab nə variantı? Y variantı. 4-cü sual aydındanmı ya? Sual 5. 60 dərəcə və 30 dərəcəlik paralel çevrələri arasında uzunluq fərqini hesablayın. Uşaqlar, çevrə neçə dərəcədir? 360. Bizə burada hər bir paralelin 1 dərəcəlik ölçüsü verilib. Biz axırda fərqi tapmaqdansa elə birbaşa 1 dərəcəlik ölçüsü arası fərqi hesablaya bilərik. Əvvəlcə 30 dərəcəlik paralelin 1 dərəcəlik ölçüsü var idi. Hansı ki, bizə orada yazıb ha. Müvafiq olaraq neçə? Əlbəttə ki, 96,5. Deməli, biz 96,5-dən nəyi çıxacaq əvvəlcə yoldaşlar? 96,5-dən çıxacaq 55,8. Nə qədər elədi gözəl insanlar? Çıxanda. Deməli, 40,7. 40,7-ni də vuracaq neçəyə? 360 dərəcəyə. Bu da eləyəcək yoldaşlar 14,652 kilometr. Variantımız nə variantı? A. Bəli, tamamilə doğrudur. 6-cı sual sadə test tapşırığıdır. Xəritə tərtib olunarkən təhrifin daha az olması məqsədi ölkələrin yerləşdiyi yeniliklərə uyğun kartoqrafik proyeksiya seçilir. Bilirsiniz, silindrik, konus, azimutal və çoxuzlu proyeksiyalarımız var. Buna əsasən uyğunluğu müəyyən elə. Silindrik proyeksiyada daha çox toxunma xətti, ekvator xətti olduğu üçün ekvatora yaxın olan məntəqələr Gabon və hara olacaq? Kenya. Yoldaşlar, konus proyeksiyası qütb ətrafı və mülayim enliklərin tərtibində istifadə olacaq ABŞ, Norveç və Polşa. B, C və Y. Yoldaşlar, cavab AD, B, C, Y. Variant C variantı 6-cı test tapşırığında. 7-ci sualda biz nə görürük? Sxemdə təsvir edilmiş relyef formasının xüsusiyyətlərini müəyyən edin deyir. Gəlin baxaq əvvəlcə relyef formasına. Kənar horizontal B nöqtəsinin hündürlüyü neçədir?
300. A nöqtəsinin hündürlüyü neçədir? 150. Arada neçə boşluq var? Bir dənə diqqətlə baxın. 3 dənə boşluq var. Fərq 150 metrdir arada. Böləcək 3-ə yoldaşlar neçə metr elədi? 50 metr. 50 metrdirsə, 50 metrdirsə. Biz B-nin altındakı horizontala deyəcəyik 250. A-nın üstündəki horizontal, yəni B o 200-ün altındakı 250-nin altındakı horizontal olacaq 200. O da hansı məntəqəyə uyğun gəlir? C-yə. Yoldaşlar A 150-dədir, amma D özü neçədədir gözəl yoldaşlar? 100-dədir. Hamısını tapdıq. İndi deyir ki, kəsmə isə 75 metr səhvdir. Sonra C nöqtəsinin mütləq hündürlüyü 200 metrdir. Bu ifadə doğrudur. D nöqtəsi təpənin yox, çökəkliyin dibindədir. Səth axınları mərkəzi doğrudur. Bu ifadə doğrudur. A ilə B nöqtələri arasında hündürlük fərqi CD nöqtə arasında hündürlük fərqindən bərabərdir. Yoldaşlar bilirsiniz ki, A ilə B arasında nə qədər fərq var? 150. C ilə D arasında nə qədər fərq var? Bəli, 100 metr. Deməli, bərabər ola bilməz. A və A ilə C nöqtələrindəki müşahidəçilər bir-birini görə bilərlər və A ilə C görə bilər, çünki çökəklikli qarşıları açıqdır. Bu ifadə doğrudur. Cavab 2, 4, 6 variant nə variant oldu? A variantı oldu, 7-ci sualda. 8-ci test tapşırığına birgə nəzər yetiririk. Deyir ki, ekvator üzərində yerləşən A məntəqəsi 44 dərəcə qərb uzunluğunda, B məntəqəsi isə 26 şərq uzunluğundadır. Gəlin çəkək onu. Deməli, gözəl yoldaşlar, bilirsiniz ki, A harada yerləşdiyi? 44 qərbdə. 44 qərb uzunluğunda A və eyni zamanda 26 şərq uzunluğunda da deyir nədir? B. Uşaqlar, sualın davamında deyir ki, A məntəqəsinin B-dən hansı azimutda? B-dən A-ya gəlmək üçün azimut neçədir? Qərbə doğru 270. Biri qərb, biri şərqdir. Toplaya bilərik bu məntəqələri. Elədi yoldaşlar, 44 plus neçə? 26. Elədi 70 dərəcə. Vuracaq 70-i neçəyə? 111. O da 7770. Doğru variantımız 8-də Y variantı. 9-cu suala birgə nəzər yetiririk. Yoldaşlar, birinci paralellər üzrə baxsaq, A ilə D hansı paraleldədir? Ekvatorda. Yuvarlaq neçədir orada? 1 dərəcə, 111. C ilə D hansı paraleldədir? 10-cu paraleldə. Rəqəm nə qədər idi? 109.6. 20-ci paraleldə isə 104.6. İndi baxın, A, Y, B, D və F eyni meridianlardadır. Meridian üzrə də bütün meridianlar üzrə 1 dərəcə qövs neçə idi? 111. Bizə sualda deyir ki, məsafə eyni olsun. Meridian üzrə baxanda A ekvatorda, Y də 20 hardadır cənubda? A-Y arasında neçə dərəcə fərq var? 20. DF arasında neçə dərəcə var? 20. Hər ikisində həmin o 20 dərəcə vurulmalıdır 111-ə. Məsafə eləməlidir 2220. Deməli cavabımız A-Y, DF. Variant B variantı. Başa düşdük tapşırığı. Sonra 10-cu sual. Ümumi coğrafi və tematik. Bütün coğrafi komponentlərin eyni dərəcədə verildiyi xəritələr ümumi coğrafi. Yalnız bir komponentin təsvir olunduğu xəritələr isə nədir? Tematik. Uşaqlar, fiziki və iqtisadi xəritələr ümumi coğrafi olacaq. 2 və nə? 4. Çünki onlarda daha çox komponent verilir. Amma iqlim xəritəsi, quru suları xəritəsi və kənd təsərrüfatı bunlar tematikdir. 2, 4, 1, 3, 5. Cavabımız nə oldu? Onda B variantı, bəli. Növbəti suala nəzər yetiririk. Sualda bizə nə deyir? Xəritə sxemasında doğru bəndləri müəyyən edin. David Livingstone tərəfindən tədqiq edilib, bilirsiniz, Livingstone şəlalələri 32-dən arzılı şəlalə idi. Yoldaşlar, bu ifadə A-ya aiddir. İlk dəfə Roald Amundsen gəlib çatmışdır. Roald Amundsenin çatdığı yer Cənub qütbüdür. Düzdür, yoldaşlar? Ona görə də belə bir ifadə ümumiyyətlə yoxdur. B getdi. 18-ci əsrin əvvəlləri 1700-cü illərdir. Burada kəşf olunub Avrasiyanın uzqarı şərq nöqtəsi. Söhbət nədən gəlir? Bering, Boğazı və Teşinyov burnu yaxınlığı, düzdürmü? Deməli, bura olacaq 4-ə. Yəni 4-ə nə getdi? C. Takuçayevin tədqiqat apardığı ərazi Şərqi Avropada yoldaşlar torpaq coğrafiyası. Birə nə gedəcək? D. Və son olaraq Hacı Zeynalabdin Şirvaninin səyahət etdiyi yerlər Cənub-Şərqi Şərqi Afrika və Şimali Afrikada. Asiya var. Burada da yoxdur əlbəttə ki. Heç birinə aid deyil. Deməli cavab belədir. Verilənlərdən 2A, 4-ə C. Doğru variantımız C variantı. Tamamilə doğrudur. 12-ci suala biz bir yerdə nəzər yetirəndə, uşaqlar, dairəvi diaqramın daxilində biz bilirik ki, çox rahatlıqla tapa bilərik. Ölkədə il ərzində yığılan tərəvəz məhsullarının, tərəvəzlərin içində sırf kartofun payı. Yəni, faiz nisbəti 360 dərəcəni 100% qəbul eləsək, müəyyən kartofun yığımı müəyyən faiz yə. Buna deyilir sektor bucağı. Nə bucağı? Sektor bucağı. Birə nə gedəcək yoldaşlar? C. Birə C gedən kimi cavab çıxır, onsuz da Y variantı. Gəlin qalanlarını izah eləyək. Yoldaşlar, 2. Sütunlu diaqrama gedəcək nə? A. Ölkənin müxtəlif iqtisadi rayonlarında kənd əhalisinin nəyi? Sayı. Sütunlar üzrə, bizim 14 iqtisadi rayonumuz üzrə əhali sayı göstərilirsə, bu nə olacaq? Sütunlu qrafik. Yəni 2-ə nə? A. 3-ə də gözəl yoldaşlar B. Son 15 ildə atmosferə atılan karbon qazının miqdarının dəyişməsi, artma və azalma fonumunda. Aydın oldu? Bu da olacaq xətti diaqram. Yəni nə? B. Cavabımız nə variantı oldu 12-də? Y variantı. 13 sadədir. Ərazinin bir hissəsi qütb ulduzu göründüyü, digər hissəsində görünmədiyi. Qütb ulduzu bilirsiniz, şimalda görünür, cənubda görünmür. Bizə lazımdır ki, ekvatorla kəsişən. Ekvatorla kəsişir Braziliya, İndoneziya və Kongo. Cavab A-dır. Aydın oldu mu? Sonra 14. Bakıdan 0 azimutla. Uşaqlar, Bakı siz bilirsiniz ki, 40 şimaldadır.
40 şimaldan biz müvafiq olaraq 0 azimutları gedirik şimala. 3330 əvvəlcə böləcək 111-ə. Bu elədə 30 dərəcə. 40 plus 30 isə eləcək neçə yoldaşlar? 70 şimal enliyi. Tapdıq bunu. Deməli məntəqə 70 şimal enliyidir və biz burada qütbü falan keçmədiyimiz üçün bizimlə eyni meridiandadır. Yəni neçə şərq uzun? Cavab 70 şimal 50 şərq. Variant nə variantı? C variantı 14-də. 15'e baxırıq. Bu çox sadədir. 45 şimal enliyi görürsünüz. O enlikdə müvafiq olaraq bir A, bir dənə var məntəqəsi var, B məntəqəsi var. Amma bizə deyir 75 şərq. A ola bilməz. A çünki 135-dədir təxmin. Daha doğrusu 120-də. Bizə nə götürəcək ona? 1-ə B-ni götürdük. Bəli, B-ni götürdük. İkincidə də 30 şimal enliyi. 30 şimal enliyində bir dənə məntəqəmiz var. O da nə məntəqəsi yoldaşlar? C məntəqəsi. Və əssalam. 2-də C. B və C-nin olduğu cavab D variantı 15-ci sualda. 16 sadədir. Nisbi hündürlüyü hamımız əzbər bilirik. Xeyr, iki qonşu horizontal arası hündürlüyü kəsmə yüksəkliyidir. Cavab bir nöqtənin digər nöqtəyə nəzərən şaquli xətt düzlüyü hündürlüyü fərqidir. Cavab D-dir. Məntəqənin okean səviyyəsində hesablanan hündürlüyü isə mütləq hündürlüyüdür. İki qonşu horizontal arası hündürlüyü fərqi isə kəsmə yüksəkliyidir. Cavab D-dir 16-da. 17 sadədir. 40 şimal enliyi 30 şərq uzun olan məntəqədən hərəkətə başlayan səyyah neçə azimutla gedir deyir. Yoldaşlar, sizlər bilirsiniz ki 40 şimal enliyində 1 dərəcəlik qövs nə qədərdir? Bəli. 30 şərq uzunluğundan hərəkət edirsə, biz yoldaşlar deməli qərbə doğru gediriksə, 4270 kilometri böləcəyik neçəyə? 85.4-ə. Bu elədir neçə dərəcə? 50 dərəcə. Biz şərqdən qərbə gedəndə çıxmalıyıq. 30 çıx 50 neçə elədir yoldaşlar? Mənfi 20. Yəni 20 nə uzunluğu? Qərb uzunluğu. Gördüyünüz kimi paralelim dəyişmir. 40 şimal enliyi, 20 qərb uzunluğu. Məntəqə ekvatordan şimalda, Greenwichdən qərbdədir. Variant nə variantı? C variantı. 17 aydınlanmıyor. 18-ə baxırıq bir yerdə. 18-də bizə deyir ki, sxemədə kəsmə yüksəkliyi 75 metr olduğunu nəzərə alaraq AB nöqtələrin mütləq hündürlüyünü müvafiq olaraq müəyyən edin. Yoldaşlar, çox sadə bir şeydir. Bu nə relyef forması? Çökəklik. Burada 565 rəqəmi görürəm ki, çökəkliyin dibindəki horizontalla ona qonşu olan horizontalın arasında yerləşir. Deməli, bu nə deməkdir? Mən 565-dən aşağıdakı A məntəqəsini tapmaq istəyirəmsə, 565-dən kiçik 75-ə tam bölünən ilk ədəd olmalıdır. 565-dən kiçik 75-ə tam bölünən ilk ədəd neçədir? 525. 525'in üstündeki horizontal olacaq 600. 600'den yukarı B'nin olduğu yeri ise 675. Bize müvafiq sözü vardı ya. A 525, B 675. Variant ne variantı? B variantı 18. sualda. 19. Xəritədə eyni meridian üzərində olan A məntəqəsi 65 şimal, 66 şimaldadır. Gəlin çəkək onu. 66 şimal. Digər isə ekvatora nəzərən 24 ardadır cənubda. İndi bunlar arası məsafəni tapa bilərəm də, toplayacağam. 66 plus 24 neçə elədir? 90. Vurdum 90'ı 111'ə. 9990 kilometr. Okey. Bunu da tapdıq. Bu məntəqələr arası məsafə nə qədər verilibdir? 66.6. 9990'ı böləcəm 66.6'ya. Cavab elədir 150 kilometr. 150 kilometrin də yanı mən neçə sıfır əlavə verim? 5 sıfır. Cavabım nə variantı? B variantı. Tapşırıq aydındır. Yoldaşlar 20-ci sual. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən elə. Mənə verib plan və nə? Xəritə. Mən burada ortaq cəhətləri tapan kimi cavab çıxır. Yəni söhbət nədən gedir? Məsafə və sahələri hesablamaq olar. Çünki miqyas var. 2. Bu ortaq cəhətdir. Bir də yoldaşlar nə? Şərti işarələrdən istifadə olunur. Bütün kartoqrafik təsvirlərdə 5. 2 ilə 5'i yazan kimi cavabımız çıxır. Nə variantı? Y. Qalanlarını izah edirəm. Tikinti işlərinin layihələşdirilməsində istifadə olunur. Ərazi haqqında daha dəqiq məlumat verən plan. Sonra məzmununa görə qruplara bölünür. Ümumi coğrafi kompleks və tematik xəritə. 3. Sonra relyef şəraitinin asıl olaraq tərtibi 2 üsulla həyata keçirilir. Yoldaşlar, söhbət bilirsizdən havadan və yerüstü olaraq həyata keçirilirdi. Bu ifadə nəyə aiddir? Plana. Davam eləyirik. Deməli, təhriflərdən qaçmaq mümkün olmur. Təhriflərdən qaçmaq olmur xəritələrdə. 3-də 6. Cavab 1, 4, 3, 6, 2, 5. Variant Y variantı. 21 sadədir. Uşaqlar, siz xətti miqyasa baxanda 1 santimetrə neçə kilometri görürsünüz? 3. Mənə söhbət deyir ki, sahə, həqiqi sahə 54. Mən 54'ü bölməliyəm 3'ün kvadratına sahə olduğu üçün. 3'ün kvadratı neçədir? 9. 54 böl 9. 6 santimetr kvadrat. Cavab C. 22 sadədir. Əzbər bilirik. 1 bölü 20 milyon, 1 milyondan kiçik olduğu üçün necə miqyas sayılır? Kiçik miqyaslı. Xəritəsinin məzmunu. Məzmununa baxanda bizə deyir ki, iqlim xəritəsi. Məzmununa görə nədir? Tematik. Miqyasına görə kiçik miqyaslı, Cənubi Amerika olduğu üçün də materik və okeanlar. Cavab nə variantı? B variantı. 23 sadədir. Yenə sahə söhbətidir. Mən 4 sıfırı sildim, 5 sıfırı sildim, nə qaldı? 2. 2'nin kvadratı. 4 vur 12. Cavab 48 kilometr kvadrat. Düzgün cavab 48. 23'də. 24 sadədir.
Böyük miqyasında vəziyyət budur. Dəqiqlik az tələb olunan işlərdə istifadə olunur. Yoldaşlar, bu kiçik miqyasındır. Bu olmaz. Digər miqyaslara nisbətən daha az generalizasiya məruz qalır. Bəli, bu ifadə doğrudur. 2. Kiçik miqyasında vəziyyətə baxırıq. Kiçik ölçüyə malik ərazilər təsvir edilir. Xeyr, böyük ölçü, bu səhvdir. Miqyas 1/1 milyon daha kiçik olur, doğrudur. Orta miqyaslı, icmal topografik xəritələrdə bu doğrudur. Dəqiqlik tələb olunan işlərdə səhvdir. Cavab 2, 4, 5. 2, 4, 5. Növbəti test tapşırığına baxırıq. 25. Sualda deyir ki, onların vasitəsilə obyektin ancaq mövqeyini tapmaq olur. Miqyassız işarədir və zavod körpülər bu üsulla verilir. Yoldaşlar, bu miqyassız işarələrə verilənlərdən bir su quyusu və cığır. Eyni zamanda gözəl yoldaşlar, biz deyəcəyik bulaq və metal körpü aiddir. Cavabımız oldu yoldaşlar. 1, 5, 6. 26 sadədir. Verilən proyeksiyanın adı nə proyeksiyasıdır? Konus. Konus proyeksiyası qütb ətrafı və mülayim enliklərdə tərif az, ekvator və qütbün özündə tərif çoxdur. Mən qütbdən ekvatora doğru düzəsi olsam, birinci gələcək Kanada 3. Kanadadan sonra mən verəcəm yoldaşları haranı? Macaristanı 2. Ondan sonra İtaliya 1. Ondan sonra Misir 4. Ondan sonra da ekvatorialda Gabon. 3, 2, 1, 4, 5. Bəli, cavab budur. Uşaqlar, baş miqyas bildiyiniz kimi xəritələrin yanında yazılır. Ancaq sıfır təriflər xəttində hesablama olur. Xüsusi miqyası tərifli yerlər üçün. İndi baxın. Xəritədə tərif olan hissələrdə məsafəni hesablamaq üçün istifadə olunan xüsusi miqyas. 2A. Xəritənin kənarında yazılır baş miqyas. 1-ə B. Meridian paralellərdə həqiqi uzunluq xəritədəki uzunluğa nisbəti ilə müəyyən olunur. Bu xüsusi miqyasdır. 2-ə nə gedəcək yoldaşlar? C. Dərəcə ilə ifadə olunan kəmiyyət, paralel və meridianlarda bunun heç birinin aidiyyatı yoxdur. Bunlar dərəcə ilə yox, kilometrlə ifadə olunur. Məsafələr yalnız sıfır təriflər xətt üzrə hesablanır, o da gələcək 1-ə. Deməli, cavab oldu 1-ə B-yə, 2-yə A-si. Miqyas xəritənin riyazi əsası olub, onun informasiya yükünü, onun üzərində ölçmə işləri aparmaq dəqiq nəticələr əldə edilməsinə birbaşa təsir edir. Məsələn, miqyasları 1/100.000 A və 1/200.000 olan topografik xəritə, yəni böyük miqyaslı xəritələrdə həqiqi sahə 60 km olan göl fərqli ölçülərdə təsvir olunur. Uşaqlar, biz həqiqi sahəni xəritənin nəyinə bölməliyik? Miqyasını, miqyasın kəmiyyətin kvadratına. Əvvəl kəmiyyətləri təyin edək. Birinciyə 1 cm neçə kilometr düşür? 1. İkinciyə isə nə qədər düşür? 2. İndi baxın, bir dəfə A-da 60'ı böləcək 1'in kvadratına. 60 cm kvadrat. Bir dəfə də 60'ı böləcək yoldaşlar 2'nin kvadratına. Bəli, 15 cm kvadrat. Tapdıq hər ikisini. AB məntəqələrin miqyaslarını izahlı formada yazın. A məntəqəsinin izahlı olacaq 1 cm-ə neçə kilometr? 1 kilometr. B'də 1 cm-ə neçə kilometr? 2 kilometr. Bizə deyir ki, daha çox generalizasiyaya məruz qalan. Yoldaşlar, daha çox generalizasiyaya məruz qalan hansıdır? B. Bunun səbəbi miqyasın daha kiçik olmasıdır. Miqyas nədir? Kiçikdir. Bəli, ya da kəmiyyətdəki ədədin böyük olması. 30'da vəziyyət belədir. Uşaqlar, miqyas kiçildikcə sən daha dəqiqliyi azaldırsan. Düzdür, o zaman horizontalların sayı nə olur? Azalır. Deməli, horizontalların sayı daha az olan B'dədir. Xəritədə obyektlər daha müfəssəl verilən A'dadır. Təriflər daha çox olan B'dədir və daha çox coğrafi obyekt təsvir olunan A'dadır. Çünki niyə? Daha dəqiqdir. Cavab 2, 4, 1, 3. Tapşırıq aydındanmı ya? Uzun ömür, can sağlığı.